Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65-155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Salam, siz Performans Center'ın baş sponsorluğu ilə avtostopa baxırsınız. Adım Turaldır. Bugünkü verilişdə biləcəksiniz. Bu dairənin daha bir özelliklerindən biri. Gördüyünüz kimi arkada gələn nəqliyyat vasitələri, aşağıdan gələn nəqliyyat vasitələrini gözləyirlər, sonra hərəkət edirlər. Burada iki nüans var. Kim dairəvi hərəkət edirsə, onlar gözləmədən dairəvi hərəkəti bitirməlidirlər. Birinci hadisə. Yol ayrıcıdır. Piyada yolu necə istəyir keçir. Ona heç kim bir söz demir. Qarşıdan nəqliyyat vasitələri düz, digər tərəfdən isə sola dönmə edə bilərlər. Şəkildə eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcı təsvir olunub. Yol hərəkəti haqqında qanuna dəyişiklik edilib. Deyim, siz də bilin. Salam, mən Abbas Velkin, Performans Center şirkətinin texniki məsləhətçisiyəm. Mən sizə qəzadan sonra nə etmək lazımdır, onu deyəcəm. Kimi biz qanun pozmadan çalışacağıq ki, yaşıl işıqda hərəkət edək, qırmızıda yanaq, piyadaçı zolağında insanları buraxaq. Daim qadın idarə etmə tərzini bəyənməyən kişilər xanımlara sükan arxası üçün bəzi dəyərli məsləhətləri verirlər. Əziz xanımlar, inanıram ki, bu sizə çox maraqlı olacaq. Bizdə sürücülərin ən böyük problemi yol ayrıcının keçilməsidir. Baş verən qəzaların bir çoxu elə yol ayrıcılarını səhv keçilməsi nəticəsində baş verir. Elə buna görə yol ayrıcı sayılan dairənin keçilmə qaydalarından danışacağam. Dairə özü bir yol ayrıcıdır və yol ayrıcının keçilmə qaydalarına uyğun keçilməlidir. Amma bizdə hər dairənin öz həyatı var. Baxmayaraq ki, qanun birdir. Bizdə sürücülər dairəni öyrəşdikləri və ya daha təhlükəsiz hiss etdikləri kimi keçirlər. Amma bu o demək deyil ki, onlar düz keçirlər. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 15-ci hissəsi məhz dairənin necə keçilməsindən bəhs edilir. Bakının ən problemli dairələrindən biri olan Ukrayna dairəsində 42-ci maddənin 15-ci məndinə necə əməl edilməsini görəcəksiniz. Ukrayna dairəsinə 5 istiqamətdən daxil olmaq olar. Vunqtau küçəsi, Neapol küçəsi, Məhəmməd Hadi küçəsinin hər iki tərəfindən və Rahib Məmmədov küçəsindən. Hər bir tərəfdə yalnız dairəvi hərəkət nişanı qoyulub. Bu o deməkdir ki, dairədəkilər üstünlük hüququna malikdirlər. Gəlin misallarla nəzər salaq. İlk olaraq Rahib Məmmədov küçəsindən Ukrayna dairəsinə çıxış. Mənim arxamda Ukrayna dairəsidir. Dairə öz-özlüyündə bir yol ayrıcıdır. Məhz Ukrayna dairəsinə 5 yol birləşir. Bəs burada kim kimə yol verməlidir? Birinci yerləşdiyimiz yolda fikir verdiyimiz kimi dairəvi hərəkət yol nişanı var. Üstünlük nişanları olmadığına görə buradan gələnlər dairəvi hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidirlər. Amma buradan birləşənlər də sərbəst surətdə hərəkət edə bilərlər. Necə? Göstərəcəm. Qaydalara əsasən dairəvi hərəkət edənlər üstünlük hüququna malikdir. Rahib Məmmədov küçəsindən gələnlər onları gözləməlidirlər.
Məhəmməd Hadi küçəsinə doğru gedənlər isə Rahib Məmmədov küçəsi ilə gedən nəqliyyat vasitələrini gözləməlidir. Amma biz nə görürük? Gördüyünüz kimi arxamda olan nəqliyyat vasitələri dayanırlar aşağıdan gələn nəqliyyat vasitələrini gözləmək üçün. Amma bu dairənin daha bir özəlliklərindən biri. Sağdan gələn, yəni dairəvi hərəkət edən nəqliyyat vasitələri sərbəst surətdə hərəkət etməlidirlər. Digər nəqliyyat vasitələri, hansı ki düz Gəncə prospekti, Vunqtao küçəsi istiqamətinə gedəcəklər, onlar aşağını gözləyərək daha sonra hərəkətlərini davam etdirməlidirlər. Həzarsalon metro stansiyasından gələnlər isə, yəni Məhəmməd Hadi istiqamətindən gələnlər dairəni buraxır, daha sonra hərəkət edirlər. Daha bir məqam isə onların Vunqtao küçəsindən gələnləri də buraxmalıdırlar. Çünki burada sağ əl prinsipi işləyir. Bu yol isə Həzarsalon metro stansiyası istiqamətindən gəlir. Buradan gələn nəqliyyat vasitələri dairəvi hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidir. Çünki burada gördüyümüz ki, görsənir ki, dairəvi hərəkət yol nişanı quraşdırılıb. Deməli belə, gəlirsiniz buradan dairəvi hərəkətdə olan nəqliyyat vasitəsini gözlədikdən sonra düz dairəyə doğru hərəkət eləmək mümkündür. Aşağıdan kimsə gəlirsə, onlar bu istiqamətdə gələn nəqliyyat vasitələrini buraxmalıdırlar. Çünki onlar dairəyə daxil olmurlar, Gəncə prospekti istiqamətində hərəkət edirlər. Beləliklə, üçlü istiqamətdir. Buradan gələnlər dairəni gözləyir, dairədən gələnlər hərəkət üstünlüyünə malikdir. Digər tərəfdən olan nəqliyyat vasitələri isə, hansı ki aşağıdan gəlirlər, bu istiqamətdən, yəni Həzarsalon metro stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrini gözləməklə hərəkətlərini təhlükəsiz qaydada davam etdirirlər. Müşahidələrimi əsasən onu deyə bilərəm ki, Vunqtao küçəsi, Gəncə prospekti istiqamətində gələnlər digərlərinə baxanda yolu düz keçirlər. Bəlkə də nə vaxtsa orada olan yol ver nişanı onları öyrəşdirib. Amma burada bir qədər qarışıqlıq olur. Dairəvi hərəkət edib sağa Niyapol küçəsi istiqamətinə gedən sürücülər Vunqtaodan gələnləri buraxıb sağa getməlidirlər. Amma biz zaman-zaman əksini də müşahidə edirik. Buradan daha aydın görsənir Ukrayna dairəsindəki hərəkət. Əgər fikir verirsinizsə, nəqliyyat vasitələri yalnız Gəncə prospektinə gələnlər onlara yol ver nişanı olduğuna görə gözləyirlər. Digər nəqliyyat vasitələri də sağı buraxmaqla hərəkət edirlər. Amma əslində qanunlarda deyildiyi kimi üstünlük nişanı olmadığına görə dairəvi hərəkətdə olan nəqliyyat vasitələri üstünlük hüququna malikdirlər. Bu deməkdir, fikir verin, dairədə olanlar gələn nəqliyyat vasitələrini, yəni bu yol ayrıcına daxil olan nəqliyyat vasitələrini gözləyirlər. Bu səhvdir. Bəli, onlar gözləməsələr onları da vuracaqlar. Çünki digər tərəfdən gələn nəqliyyat vasitələri onu gözləmirlər, qaydaları bilmirlər və burada qəza ola bilər. Fikir verin, nəqliyyat vasitələri yolun düz ortasında dayanırlar. Digər vaxt, dairəvi hərəkətdə olmalıdır, yolun düz ortasında dayanıb. Bu əslində təhlükədir. Sadəcə bizim sürücülər qanunu bilmədiklərinə görə özlərini sığortalamaq məcburiyyətində qalırlar və yolun ortasında dayanmaq məcburiyyətində olurlar. İndi isə dairədə görünən stop xətləri haqqında. Məhəmməd Hadi və Niyapol küçələri istiqamətində yerdə stop xətləri var. Dairəvi hərəkətdə olan sürücülər stopda dayanmalı deyillər. Amma dairədən hər hansı bir istiqamətdə gedən mütləq stopda dayanıb hərəkətlərini davam etdirməlidirlər. Yenə də Ukrayna dairəsi günəşli istiqamətinə gələn yoldan nəqliyyat vasitələri necə hərəkət etməlidirlər onu izah edeyim. Fikir verirsinizsə, burada əvvəllər yol ver nişanı olub, amma qəza baş verdikdən sonra, yəni sürücülər bu nişanların tələblərinə əməl etmədiklərinə görə nişan yenidən çıxarılıb. Amma dairəvi hərəkət nişanı quraşdırıldığına görə buradan gələn nəqliyyat vasitələri dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxmalıdırlar. Amma biz əksini müşahidə edirik. Buradan gələnləri, bütün soldan gələn nəqliyyat vasitələri gözləməklə buradan gələn nəqliyyat vasitələrinə yol verirlər. Bu isə səhvdir. Yalnız Gəncə prospekti istiqamətinə gəlib düz Əhmədli metro stansiyası istiqamətinə gedənlər buradan gələnləri buraxır, çünki onlar üçün stop xətti var. Amma dairəvi hərəkətdə olan nəqliyyat vasitələri buradan gələn nəqliyyat vasitələrini gözləməyə bilərlər. Sadəcə onlara bizim sürücülər instinkt və öyrəşmə üzrə hərəkət edildiklərinə görə bu cür hərəkət ardıcıllığı Ukrayna dairəsində müşahidə olunmaqdadır. Bilirəm, bu dəqiqə sizin çoxlu suallarınız yaranır və cavab tapmaq istəyirsiniz. Hər şey göründüyü və izah edildiyi qədər asan deyil. Ona görə mən yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 15-ci bəndini yenidən təkrar edirəm. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidirlər. Əgər yenə sualınız qaldısa, buyurun 65-155-ə zəng edin, cavab verin və ya 8155-ə SMS yazın. Suallarınıza cavab SMS-i gəlsin. Yolda ehtiyatlı olun. Dairəvi hərəkəti daha təhlükəsiz başa çatdırmaq istəyirsinizsə, yol hərəkəti haqqında qanunu mütləq oxumaq lazımdır.
rumors spreading round in that Texas town. Performans Center şirkəti sizə Amerikan texnologiyası, Koreya işgüzarlığı və Avropa tələbləri ilə hazırlanmış Chevrolet avtomobillərini təqdim edir. Bütün avtomobillərə 3 il və ya 100 min kilometr zəmanət verilir. Şirkətin servis mərkəzi müasir texnoloji avadanlıqlarla, Avropada təhsil almış mütəxəssislərlə xidmətinizdədir. Hal-hazırda filial şəbəkəsi genişlənməkdədir. Diller mərkəzləri Gəncədə, Gəncə-Şəmkir şosesi 2-ci kilometr, Lənkəranda Ləvəngi dairəsi, Masallıda Seybətin dairəsi, Tovuzda Petrotal yanacaq doldurma məntəqəsi, Şəkidə Məmmədəmin Rəsulzadə küçəsi 1 ünvanı, Yevlax şəhərində isə Nizami prospekti 55 ünvanında yerləşir. Ətraflı məlumat 3w.performance-center.az saytından və ya Zərdabi prospekti 88 ünvanı və ya 433 48 88 nömrəli telefondan əldə edə bilərsiniz. Birinci hadisə. Yol ayrıcıdır. Piyada yolu necə istəyir keçir. Ona heç kim bir söz demir. Qarşıdan nəqliyyat vasitələri düz, digər tərəfdən isə sola dönmə edə bilərlər. Şəkildə eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcı təsvir olunub. Yol hərəkəti haqqında qanuna dəyişiklik edilib. Deyim, siz də bilin. Salam, mən Abbas Velkin, Performans Center şirkətinin texniki məsləhətçisiyəm. Mən sizə qəzadan sonra nə etmək lazımdır, onu deyəcəm. İlk kimi biz qanun pozmadan çalışacağıq ki, yaşıl işıqda hərəkət edək, qırmızıda yanaq, piyadaçı zolağında insanları buraxaq. Daim qadın idarə etmə tərzini bəyənməyən kişilər xanımlara sükan arxası üçün bəzi dəyərli məsləhətləri verirlər. Əziz xanımlar, inanıram ki, bu sizə çox maraqlı olacaq. Abala. O kadar abala dün çaştırdın beni. Oldu da. Abala. Yok bir el bala. Bizdə yol hərəkətinin qaydalarının pozulması adi hal alıb. Sanki hamı bunu özünə şərəf bilir. Evdəki qanunlarını pozmadığımıza görə ümumi evimiz olan dövlətimizin də qanunlarını pozmalı deyilik. Amma hər həftə təhlil etdiyimiz kimi bizim sürücülər qanun pozmaq üçün dəridən qabıqdan çıxırlar. Birinci hadisə. Yol ayrıcıdır. Piyada yolu necə istəyir keçir. Ona heç kim bir söz demir. Qarşıdan nəqliyyat vasitələri düz, digər tərəfdən isə sola dönmə edə bilərlər. Budur hadisə. Günah qırmızı rəngli nəqliyyat vasitəsindədir. O, bu cür dönmə etmə ixtiyarına malik deyildi. Birinci, həmin zolaq dönmək üçün deyil, çünki sol kənar zolaqda nəqliyyat vasitələri artıq dayanıblar. İkincisi, dönmə etdiyin zaman qarşıdan gələni mütləq buraxmaq lazımdır.
cəzası Bu yola fikir verin. Sağda nəqliyyat vasitələri dayanıb. Yerdəki nişan düz və sağadır. Sarı rəngli avtomobil nə edir? Qarşıdan gələni görür və gözləmir. Halbuki qanunlara uyğun olaraq qarşıdan gələni buraxmaqla dönməni etməlidir. Bunun da cəzası Daha bir hadisə sürücü mədəniyyətsizliyi ilə bağlıdır. Avtomobillər yol ayrıcına daxil olublar və dərhal yaşıl yanır. Bu zaman yaşıl yanan sürücülər hərəkəti başa çatdırmaqda olan sürücüləri gözləyib hərəkət etməlidirlər. Burada isə Adavurrey prinsipi ilə hamı irəliyə doğru hücuma keçir. Bu hadisə isə burada mənəm, Bağdadda Kor xəlifə misalına uyğundur. Qaydalara əsasən nəqliyyat vasitəsi manevrə başlamazdan öncə eyni istiqamətdə gələn nəqliyyat vasitələrini buraxır, təhlükəsizliyə əmin olur və daha sonra manevr edir. Burada isə yolda ehtiyatlı olun.
Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Chevrolet. Make it happen. 65155 zəng, 8155 SMS yol məlumat xidməti. Siz 65155-ə zəng etməklə yol hərəkəti ilə bağlı sualları DJ Turala ünvanlaya bilərsiniz. Həmçinin 8155-ə SMS yazaraq sual verə və ya sürücülük vəsiqəniz haqqında informasiya almaq imkanınız var. 65155 zəng, 8155 yol məlumat xidməti sizin xidmətinizdə. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Keçən verilişdə bizdən 20 manatlıq benzin pulu və Əziz Talıbovun kitabını qazanan şəxslərin adlarını görəcəksiniz. Birazdan isə mən sizə sual verəcəm. İndi isə ekranda görəcəyiniz sualın düzgün cavabını hamıdan tez 8155-ə göndərirsiniz və bizdən 20 manatlıq benzin pulu və Əziz Talıbovun kitabını hədiyyə qazanırsınız. Diqqət, sual! Verilişimizdə daha bir rubrika, imtahana hazırlar. Bir neçə potensial suallar var ki, onlar imtahanda sizi çaşdıra bilər. Mən hər verilişdə bunları sizə izah edəcəm. Amma əksi halda siz özünüz sərbəst halda hazırlaşmaq istəyirsinizsə, o zaman sizə Talıbovun kitabı, bax, test imtahanının çalışmalar kitabı kömək ola bilər. İmtahan zamanı biletlərdə tramvayların hərəkəti ilə bağlı suallara tez-tez rast gəlmək olar. Azərbaycanda tramvaylardan istifadə olunmadığını nəzərə alaraq, çoxları bu sualların lazımsız olduğunu, bəziləri isə imtahanı çətinləşdirmək məqsədi daşıdığını fikirləşirlər. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqələri beynəlxalq standartlara uyğundur və dünyanın bütün konvensiyaya qoşulan ölkələri arasında qüvvədədir. Bu baxımdan yol hərəkəti haqqında qanunun tramvaylar hərəkətinə aid olan qaydaları bilmək lazımdır. Tramvayların hərəkətinə aid olan suallardan bir neçəsinə nəzər yetirək. Siz hərəkəti düz istiqamətdə davam etdirmək istədiyiniz halda hansı nəqliyyat vasitəsinə yol verməlisiniz? Şəkildə eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcı təsvir olunub. Yol hərəkəti haqqında qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relsiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yol ayrıclarında tramvay onun hərəkət istiqamətindən asılı olmayaraq relsiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Bu qaydaya əsasən həm tramvaya, həm də sağdan yaxınlaşan yük avtomobilinə yol verməlisiniz. Bütün bunlara əsaslanaraq yalnız 3-cü cavabın doğru olmasını təsdiqləməliyik. Siz düz istiqamətdə hərəkət etmək niyyətində olduğunuz halda hansı tramvaya yol verməlisiniz? Bu sualın həlli zamanı da əvvəlki sualın həllində istina etdiyimiz maddəyə əsaslanmalıyıq. Belə olduqda siz hər iki tramvaya yol verməlisiniz. Amma tramvaylardan birinci olaraq B tramvayı, sonra isə A tramvayı hərəkət etməlidir. Siz yol ayrıcını düz istiqamətdə keçmək istəyirsiniz. Bu şəraitdə hansı tramvaya yol verməlisiniz?
Şəkildə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yol ayrıcı təsvir olunub. Yol ayrıcına baş yolla siz, ikinci dərəcəli yolla isə tramvaylar yaxınlaşır. Yol hərəkəti haqqında qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yol ayrıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yol ayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Bu maddəyə əsasən hər iki tramvayın sürücüləri baş yolla gələn avtomobilə, yəni sizin idarə etdiyiniz avtomobilə yol verməlidir. Siz sağa dönmək istədiyiniz halda hansı tramvaya yol verməlisiniz? Şəkildə nizamlanan yol ayrıcı təsvir olunub. Yol ayrıcında svetoforun yaşıl işığı eyni vaxtda həm tramvaylara, həm də sizə hərəkəti davam etdirməyə icazə verir. Yol hərəkəti haqqında qanunun 76-cı maddəsinin 3-cü bəndinə əsasən svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relsiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay hərəkət istiqamətindən asılı olmayaraq üstünlüyə malikdir. Deməli, siz tramvaylara yol verdikdən sonra yol ayrıcını keçə bilərsiniz. Bütün bunlara əsaslanaraq yalnız 3-cü cavabın doğru olmasını təsdiqləyirik. Bu şəraitdə kim yol verməlidir? Şəkildə nizamlanan yol ayrıcı təsvir olunub. Yol ayrıcına daxil olan minik avtomobilinə svetoforun əsas bölməsindən yaşıl işığı, tramvaya isə svetoforun qırmızı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi hərəkəti davam etdirməyə icazə verir. Yol hərəkəti haqqında qanunun 76-cı maddəsinin 3-cü bəndinə əsasən svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relsiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay hərəkət istiqamətindən asılı olmayaraq üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalları ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, tramvayın sürücüsü minik avtomobilinə yol verdikdən sonra yol ayrıcını keçə bilər. Bütün bunlara əsaslanaraq yalnız ikinci cavabın doğru olmasını təsdiqləyirik. Bugün nəzərinizə təqdim edilən çalışmaları uğurla həll etmək üçün yol hərəkəti haqqında qanunun 48, 49, 58, 59, 76, 75, 77-ci maddələrini öyrənmək tövsiyə olunur. Aleyküm salam. Buyurun, yol məlumat xidmətdə işləyirəm. Başa düşdüm. Sistemə düşmüşdü 15 gündən sonra, yoxsa yox? Belə şey olur, bu artıq sizin məsuliyyətiniz deyil, dövlət yol polisinin məsuliyyətidir. Bundan sonra otursa və faiz gəlsin üstünə, o düzgün deyil, faizsiz ödəyəcəksiniz. Hansı rayondur? Hansı rayondur? Və icbari sığorta mütləqdir, 10 manatdır icbari sığorta, plus maşın cərimə meydançasına gedir. Siz sağ olun, minnətdarım, sağ olun. 65 155 zəng, 81 55 SMS yol məlumat xidməti. Bu nə deməkdir? Siz 050 və 055 abunələri olaraq 65 155-ə şəxsən mənə zəng edib yol hərəkəti ilə bağlı suallarınızı verə bilərsiniz. 81 55 SMS yol xidmətinə isə əvvəllər 050 və həmçinin 055 abunələri də bizə qoşula bilərdilər. İndi isə həmçinin 070 abunələri də 81 55-ə SMS yaza bilərlər. Beləliklə, yol hərəkəti ilə bağlı suallarınız varsa 81 55-ə bütün mobil operatorlar SMS yazıb və ya 050 055 abunələri 65 155-ə zəng edərək mənə şəxsən sual verə bilərlər. Alo. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65 155 zəng və 81 55 SMS yol məlumat xidmətidir. Chevrolet. Make it happen. Yol hərəkəti haqqında qanuna dəyişiklik edilib. Deyim, siz də bilin. Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinə 7-ci hissə əlavə olunur. Bu hissəyə görə hər hansı bir stasionar və ya mobil radar quraşdırılmazdan öncə informasiya stendi və ya əlavə məlumat lövhəciyi və ya maksimum sürətin məhdudlaşdırılması nişanı quraşdırılıb. Bu nişanlar radardan yaşayış sahələrində 50-200 metr, yaşayış sahələrindən kənarda isə 150-1000 metr məsafədə quraşdırıla bilər. 69-cu maddəyə əsasən isə artıq siz sarı xəttdə avtomobilinizi saxlaya bilərsiniz. Sarı xəttin hüquqi qüvvəsi onun durmaq qadağandır və ya dayanmaq qadağandır nişanı ilə birlikdə tətbiq olunması zamanı yaranır. Yəni əvvəllər yol təmir edib, sonra başdan ayağa sarı xətt çəkilirdisə və siz orada saxlayanda maşını aparırdılarsa, indi sarı xətt nişanla birlikdə qüvvədə olacaq. 85-ci maddənin
maddənin 7-ci hissəsinə görə isə siz yazılmış protokoldan narazı olduqda sizə işə baxılacaq yer və vaxt haqqında bildirişi protokolun surəti ilə birlikdə verməlidirlər. Yeni qaydalarınız mübarək. Müasir zamanda avtomobil rahatdır. Vaxta qənaət, əla köməkçi, bəzənsə qəza sözü ilə assosiasiya olunur. Xoşagəlməz olsa da faktdır ki, təcrübəsindən və professionallığından asılı olmayaraq yol qəzası hər bir sürücünün başına gələ biləcək hadisədir. Qəzadan sonra isə avtomobilin təmiri qaçılmazdır. Salam, mən Abbasov Elçin, Performans Center şirkətinin texniki məsləhətçisiyəm. Mən sizə qəzadan sonra nə etmək lazımdır, onu deyəcəm. Əgər avtomobilə çəkilən xərc onun qiymətinin yarısından çoxunu təşkil edirsə, o avtomobili təmir etməyə dəyməz. Onu dəyişmək lazımdır. Əgər avtomobilin önəmli detalları sıradan çıxıbsa, yenə də onu dəyişmək lazımdır. Bu detallar kuzanın əsas detallarıdır, həm də təhlükəsizliklə əlaqədardır. Beləliklə, Performans Centerin dəmirçi rəngsaz sexinin xidmətləri. Bu servisin dəmirçi sexinə gətirilən əzilmiş maşınlar adi qaydada usta əli ilə deyil, xüsusi Caron Liner cihazının köməyi ilə bərpa olunur. Caron Liner cihazının ölçmə sistemində avtomobilin banındakı nəzarət nöqtələrinin 3D formatında fotoşəkilləri vardır. Avtomobilin banı deformasiyaya uğradıqda, kompüter sistemi bu nəzarət nöqtələrinin köməyi ilə əzilmənin diaqnostikasını aparır və onun yerini müəyyən edir. Həmçinin dartma və sıxma işləri aparıldıqda, monitorda nəzarət nöqtələrinin yerləşməsini müşahidə etməklə deformasiyanın aradan qaldırılması işini yüksək dəqiqliklə həyata keçirmək mümkündür. Sistem sürətli diaqnostika aparmağa və avtomobilin banındakı nəzarət nöqtələrinin ölçülərini bərpa etməyə qadirdir. Caron Liner avtomobilin banındakı deformasiyaları o qədər dəqiqliklə təmir edir ki, maşın cihazdan endirildikdə onun üzərində əlavə dartqı işləri aparmağa ehtiyac qalmır. Caron Linerin daha bir özəlliyi odur ki, işlənmiş avtomobil aldıqda onun nə vaxtsa əzilib əzilmədiyini yoxlamaq olar. Caron Liner cihazı maşının sağa və ya sola çəkməsi problemini də aradan qaldıra bilər. Yüksək keyfiyyətli qaynaq cihazı vasitəsilə avtomobilin hər hansı detalını dəyişərkən maksimum keyfiyyətli qaynaq edilir. Bir çox müasir avtomobillərin detalları alüminiumdan hazırlandıqları üçün azacıq əzilmədə belə onların dəyişdirilməsinə ehtiyac duyulur. Lakin bu servisdə olan alüminium qaynağı vasitəsilə belə əzilmiş detalların təmiri mümkündür. Detalların bərpası üçün avtomobil istehsalında istifadə edilən kontakt qaynağı cihazından istifadə edilir. Məsələn, avtomobilin qanadı bu qaynaq vasitəsilə quraşdırılarsa, həm görüntü, həm də mexaniki xüsusiyyətlərinə görə öz doğmasından fərqini aşkar etmək mümkün olmur. Gördüyünüz kimi, qanad zavod kontaktı ilə bərpa edildikdən sonra onun maşına birləşdiyi yerdə düyünlər yaranır. Bu da orijinal qanaddan fərqlənmir. Performans Centerdə avtomobili rəngləmədən kiçik zədələri təmir etmək də mümkündür. Səthində kiçik batıq əmələ gələn avtomobil xüsusi cihaz və maddələrlə bərpa olunur və rənglənməyə ehtiyac qalmır. Az zaman və məsrəf tələb edən bu prosesin nəticəsi həqiqətən təəccübləndirir. Rənglənmədən söz düşmüşkən qeyd edək ki, Performans Centerdə avtomobillər İtaliyadan gətirilən xüsusi kabinalarda rənglənir. Bu kabinalarda rənglənmə zamanı yuxarıdan isti və təmiz hava vurulur. Bununla da kabinada olan toz aşağı çökür, aşağıdansa tozlu hava soğurulur. Beləliklə rənglənmə zamanı avtomobilə toz düşməsi mümkünsüz olur. Bu servisdə istifadə olunan boyalar yalnız Almaniya istehsalıdır. Avtomobilin rəng kodu müəyyən olunduqdan sonra kompüter vasitəsilə həmin boyanın necə və hansı kodlu rənglərdən alınması aşkarlanır və avtomobilin boyandığı rəng alınır. Boyanmadan sonra avtomobil infraqırmızı şüalarla qurudulur. Bu şüa yalnız boyanı deyil, astarı da altdan üstə doğru qurudur.
Bu da boyanın qopmasına imkan vermir. Avtomobillərin yuyulması zamanı onların sərt fırça və bəzən qumlu əski ilə sürtülməsi nəticəsində onların üzərində cızıqlar yaranır. Performans Centerdə bu cızıqların cilalanması Amerika və İngiltərədən gətirilən məcunlarla reallaşır. Onu da qeyd edək ki, hər cızığın özünə uyğun məcun nömrəsi var. Performans Centerdə bütün bunlar nəzərə alınır və məcunlar xüsusi olaraq seçilir. Cilalanmadan sonra avtomobilin səthinə nanotexnologiyalı formula çəkilir ki, bu da maşının tozlanmasının qarşısını uzun müddət alır. Performans Centerin daha bir sərfəli xidməti çatlamış ön şüşənin dəyişdirilmədən bərpa edilməsidir. İlk baxışda sadə görünən bu proses əslində ustadan yüksək məharət tələb edir. Ümid edirik ki, avtomobil servisinə ehtiyacınız olarsa, gedəcəyiniz ünvanı özünüz üçün dəqiqləşdirdiniz. Performance Center, Qafqaz ərazisində ən böyük avtomobil servisi. Bugün etdiyimiz rubrikamızda etdiyimiz bəzi səhvləri etiraf edib çıxış yolları arayacağıq. Əvvəlcə etirafımıza başlayaq. Avtomobili səhvsiz idarə etmək mümkün deyil. Ancaq xanımların daha çox etdiyi səhvlər var ki, kişilər onları heç vaxt təkrarlamırlar. Yola çıxan xanımlar nadir hallarda kapotdakı əşyaları yoxlaya, oturacağı güzgüləri nizamlaya, mühərrikin və əyləcin işinə diqqət yetirirlər. Qadınların vərdişlərindən biri də iki zolaq arasındakı məsafə ilə avtomobili idarə etmələridir. Bu xüsusiyyət ən çox kişiləri qıcıqlandırır. Nəysə xatırlayan və ya tərəddüd edən xanım gözlənilmədən düz yolun ortasında hərəkət istiqamətini geriyə çevirə bilər. Bu cür təhlükəli vəziyyətdə xanımın emosional davranışı lap dözülməz olur. Bu cür qayda pozuntusu edən xanımlar edəcəkləri manevri əvvəlcədən düşünmürlər. Bunun üzərinə həddən artıq aşağı sürətə də gəlsək, mənzərə tamamlanır. Təəssüfləndirici haldır, bugün spirtli içki qəbul edib sükan arxasında oturan qadınlarımız da var. Avtomobili bəzək-düzəklə dolduran xanımlar özləri ilə götürməli olduqları əşyaları bagaja yox, oturacaqlara yığırlar. Bir balaca tormozlama zamanı salonun dağınıq halını təsəvvür etmək çətin deyil. Çox vaxt xanımlar sürətlərini hesablaya bilmirlər. Onların diqqət etmədikləri xırda məqam isə avtomobilin texniki sazlığıdır. Qadınlar kişilərdən daha çox sükan arxasında telefonla danışırlar. Sübut olunub ki, telefonla danışıq insan diqqətini 50% yayındırır. Öz gücünə və qabiliyyətinə inanmamaq yolda tələsən xanımlara və onların yol yoldaşlarına əməlli başlı mane olur. Qeyd edək ki, çox vaxt xanımlar digər hərəkət iştirakçılarının sayəsində qəzadan xilas ola bilirlər. Daim qadın idarə etmə tərzini bəyənməyən kişilər xanımlara sükan arxası üçün bəzi dəyərli məsləhətləri verirlər. Əziz xanımlar, inanıram ki, bu sizə çox maraqlı olacaq. Bugün ümumilikdə Azərbaycanda 35 mindən artıq sürücülük vəsiqəsi olan qadın var. 100 minə yaxın avtomobil isə qadınların adınadır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi kişilərlə müqayisədə bakılı qadınların avtomobili daha intizamlı idarə etdiyini məlumat verir. Buna baxmayaraq bəzi qadın sürücülər diqqəti yayındıran hərəkətlərə yol verirlər. Azərbaycan mentalitetinə güvənən xanımlar cəza tədbirləri zamanı şifahi tənbihlə kifayətlənəcəklərinə ümid edirlər. Kişilərin xanımlara məsləhətləri sırasında telefonla danışıq məsələsi birinci yerdə durur. Çalışın svetoforun yaşıl işığı yananadək və ya tıxacdan çıxanadək danışıqlarınızı bitirəsiniz. İkinci daha çox edilən səhv sükan arxasında dəbin dərdinə qalmaq. Böyük ölçülü şlyapaları, kapüşonları, iri bəzəkli eynəkləri unutmaq lazımdır. Bundan başqa saçların açıq buraxılması onların dəfələrlə düzəlişinə səbəb olur. Bu da sükanı əldən buraxmaqla nəticələnir. Hündür dabanlı ayaqqabılara, makyajın düzəldilməsinə sevgini azaldın. Hərəkət zamanı isə ötməni yalnız o halda edə bilərsiniz ki, ötdüyünüz avtomobilin sürəti sizin sürətinizdən 20 km/saat aşağı olsun. Çalışın diqqətinizi iki yerə, avtomobilin ön və arxa hissəsinə ayırın. Bunun üçün isə əvvəlcədən güzgüləri nizamlayın. Bütün döngələrdən əvvəl sürəti aşağı salın. Normal sürətlə getdiyinizi düşünsəniz belə. Əgər sıxlığa düşmüsünüzsə, ümumi hərəkətin sürətinin qızıl ortasını tutun və avtomobillərlə aranızda ara məsafəsi saxlayın. Qəza işıqlarını avtomatik şəkildə əzbərə yandırmağı öyrənin. Bu sizə digər avtomobilin işıqlarından gözlərinizin qamaşmasında kömək edəcək. Heç vaxt sükanı tək əllə tutmayın. Çuxura düşsəz, sükan əlinizdən qaça bilər. Daima avtomobildə sənədlərinizi saxlayın.
Bu sizi yol polisi ilə narahatlıq yaşamaqdan azad edəcək. Əgər görmənizdə problem varsa, eynək yox, daha çox görməni təmin edən kontakt linzalar taxın. Amma hər bir hal üçün yanınızda eynək gəzdirin. Avtoservisin telefon nömrəsini əl altında saxlayın. Əgər gözlənilmədən quru yoldan yaş küçəyə çıxsanız, birdən-birə sürəti aşağı salmayın. Eyni trayektoriya ilə davam edin və ya mühərriki aşağı sürətə keçirin. Arxaya hərəkət edərkən tək güzgüyə arxayın olmayın. Arxaya çönüb arada bir yola nəzər salın. Unutmayın ki, kişilərin yol təcrübəsinə əsaslanan bu məsləhətləri dinləsək, peşəkarlığa bir addım daha yaxınlaşarıq. Peşəkar olmağımız üçün elə də böyük çətinlik yoxdur. Sadəcə məsləhətə qulaq verib diqqətli olmalıyıq. Öyrənmək şansımızı əldən buraxmayaq. Belə etsək, ənənələri və stereotipləri olduqca asanlıqla dəf edəcəyik. Elmlər Akademiyası metrosunun yanıdır. Burada indi özünüz hər şeyi görəcəksiniz. Deməli, biz həmişəki kimi biz qanun pozmadan çalışacağıq ki, yaşıl işıqda hərəkət edək, qırmızıda yanaq, piyadaçı zolağında insanları buraxaq. Amma siz özünüz gördüyünüz kimi burada insanlar, deməli, nəinki piyadaçı zolağından, onlar həyatlarını riskə qoyaraq maşınların arasından keçirlər. Məsələn, belə yerdə bəzən insanlar qırmızı işığa, yaşıl işığa, fərqi yoxdur. Işıqlara, svetoforun işıqlarına baxmadan gedirlər. Onlar başa düşmürlər ki, həyatlarını böyük riskə qoyurlar. Onlar başa düşmürlər ki, insan gərək öz həyatı haqqında, öz sağlamlığı barədə birinci növbədə özü düşünsün. Və piyadaçı başa düşməlidir ki, birinci növbədə yol hərəkəti hadisəsi nəticəsində birinci elə zərərə düşən onun özü olacaqdır. Fikir verin, bizə yaşıl yanır. Bizim yolumuzda insanlar durub. Onlar bizi çaşdırırlar. Onların hər biri həm sürücülərə mane olurlar və onların hər biri elə bir ki, öz həyatları ilə risk edir. Bu barədə piyadaçılar ciddi düşünməlidirlər. İndi biz piyadaçı zolağına yaxınlaşırıq. Fikir verin, piyadaçı zolağında insanlar var. Əlbəttə ki, biz maşının sürətini azaldırıq, onlara yol veririk. Özünüz gördüyünüz kimi qarşıda çox maraqlı bir yol ayrıcı var. Situasiya belədir. Bizə yalnız sol ayrıcı, məcbur edici nişanı yalnız sol icazə verir. Bu, deməli, nizamlanan yol ayrıcıdır. Bu dəqiqə bu yol ayrıcı sağdakı avtobusun ucbatından svetofor görünməsə də svetoforla nizamlanır və svetofor yaşıl yananda, indi yol kimindir? Çox maraqlıdır. Qarşıda da avtomobillərə yaşıl yanacaq, bizə də yaşıl yanacaq. Və yeni sürən sürücüyə çox maraqlı olar. Kimindir yol sola dönəndə? Deməli, yol hərəkəti qaydaları deyir ki, biz deməli, yol aracında sola dönəndə düzünə bizə qarşı gələn avtomobilləri və sağa dönən avtomobilləri biz buraxmalıyıq. Biz indi dönəndə sağdakı avtomobillər bizim sağ əlimizdə olduqlarına görə, bizə və qarşıdakı avtomobillərə yaşıl yanıldığına görə burada sağ əl qaydası deməli, qüvvəyə minir. Biz sağdakı bu ağ avtomobili buraxmalıyıq. Bu birincisi. İkincisi, yol hərəkəti qaydaları deyir ki, əgər biz sağdan gələn avtomobillərə mane olmuruqsa, yol ver məhfumu, yəni mane olma deməkdir. Əgər biz bax bu dəqiqə qara avtomobilə sağda mane olmadığımıza görə, biz onunla birlikdə, onu buraxmadan, daha doğrusu ona mane olmadan biz öz zolağımıza, sol zolağımıza daxil olduq. Bax belə.
İndi isə ekranda görəcəyiniz sualın düzgün cavabını hamıdan tez 8155-ə göndərirsiniz və bizdən 20 manatlıq benzin pulu və Əziz Halbovun kitabını hədiyyə qazanırsınız. Diqqət, sual! Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Siz Performans Center'ın baş sponsorluğu ilə avtostopa baxdınız. Gələn həftə görüşərik və unutmayın ki, yol hərəkəti haqqında qanun yaşamaq üçündür. Qaydalara əməl edin və yolda sağ qalın. Girdim məhləyə yanımda gözəl canan, qalxdı evinə dedi sən burada dayan. Gözlə yarım canım gözüm tezgər çoxdur sənə sözüm, çalış anlamasın özün hamıdan xəbərsiz. Gəl, 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 yaş qaraldı gəl.